Salam əziz izləyicilər. Hava almağa çıxmışam. Vaxtı boş keçirmək istəmirəm. İstədim sizə bu kombilərin qənaətçiliyi haqqında məlumat verim. Hansı kombilər qənaətçildir, onu satışda deyirlər də, qiyməti də baha olur. O qənaət nə cür əldə olunur kombilərdə, o haqda danışaq. Deməli, üstünü ki çölə vurur fan. Çöldən soyuq havanı çəkir, kombinin içinə vurur. Üstünü də çölə vurur. Və o tüstü ilə bərabər istilik də çölə vurulur. Kombinin içi özünün içində soyuma da gedir. Ona görə gərəkdir ki, fan da kombi necə ki özü əvvəl yüksək güclə, maksimal güclə işə düşür, suyu qızdırır və qızdıqca tədricən o qazı azaldır, aşağı güclə işləyir ki, o istini də çölə az vursun. Və belə bir üsuldan istifadə edib qənaət əldə edə biliblər mühəndislər. Əvvəlki o qısa videoda mən göstərmişəm, şəklini də göstərdim. Orada naqillər gəlir, idarəetmə naqilləri var, bir də qida naqili var. Qida 220 voltdur, kabellə gəlir ayrı bir yerə. Amma onun kombinin, fanın idarə etmə qurğusuna isə idarə edici naqillər gəlir. Beyindən verilən komanda ilə o kombinin gücü aşağı düşdükcə, avtomatik olaraq düşür o, aşağı düşdükcə fanın da gücünü avtomatik olaraq aşağı salır ki, daha az isti çölə getsin. Və bununla da qənaət əldə etməyə nail olurlar. Bunu bilməyiniz lazım idi. Bir də kondensiyon deyilən kombilər var. O hətta tüstünün tərkibində olan buxarı, su buxarına da təzədən içəri qaytarır ki, o buxarın daşıdığı istilik də kombiyə qayıtsın. Bunun hesabına qənaət əldə edilsin. Düzdür, elə böyük qənaət deyil, mal satılsın deyə onu təbliğ edirlər, qənaətçil. Amma hər halda qənaətdir də. Qənaət il ərzində müəyyən bir məbləğə gəlib çatır o qənaət. Məqsədim bu idi. Bu cür kombilər alıbsızsa, varınızdırsa, onu nəzarət eləyin ki, o qənaət edici sistem özü də işləmiş olsun. Tutaq ki, alıbsız, amma işləmir, ya onun işində pozğunluq yaradan problemlər var. Onu da nəzarətdə saxlayın ki, heç olmasa çox pul veribsiz onun qənaətçiliyinə görə, heç olmasa onun faydasını da görəsiz. Ona görə onu da nəzarətdə saxlamaq lazımdır. Usta çağıranda məsələn yoxlatmaq olar ki, gör o nə cür işləyir, necə işləyir. Belə, sağ olun, sağlıqla qalın. Sizin vaxtınızı almaq mən istəmirəm, çünki vaxtın dəyərini özüm də çox yaxşı bilirəm. Sağ olun.